Kitabları özüm formada qoydum ki, biraz müəmma yaratsın sizə ki, görsən hansı kitabdır. Birinci başlayaq bu əsərdən. Anton Çexov 6 nömrəli palata. Həcmi çox kiçik görünsə də, baxın burada həcmi çox kiçik görünsə də, məndə çox dərin hisslər yaratdı. İvan Dimitriçin həyatı olsun, Andrey Yefimiçin həyatı olsun, onların ortaq nöqtədə birləşməyi olsun. Bu kitab qardaşımın kitabıdır, amma noyabr ayında oxuduğum üçün bu siyahıya əlavə edildi. Zəfər Cabbarlı Almaz əsəri. Mən bu əsəri tələbə olanda oxumuşdum, tələbə ikən. İndi oxumamışam, sadəcə noyabr ayında aldım ki, yenidən oxuyum. Bu vaxt oxuyanda sadəcə seminar üçün, qiymət almaq üçün oxuyurdum. Amma indi isə bunu bir müəllim gözündən oxuyacağam. Bir kənddə işləməyə gələn bir gənc müəllimin həyatından bəhs edir. Digər əsərimiz isə Zəfər Cabbarlı Sevildi. Bu əsəri tələbə vaxtı oxumuşdum və yenidən oxudum. Qoç döyüşünə qoç dayanar. Əsərin əsas məğzini də əks etdirir. Digər əsərimiz Qumarbazdır. Hələ də oxuyuram, bitirməmişəm. Elə səhifə var ki, mən 3-4 dəfə oxuyuram, çünki başa düşürəm. Xalid Hüseyni, möhtəşəm günəş, o qədər gözəl əsərdir. Bu əsər haqqında saatlarca danışıram. O qədər uzun danışmaq istəyirəm ki, bu əsər haqqında. Leyla ilə Məryəmin həyatının birləşməsi, kəsişməsi, onların birlikdə mübarizə aparmağı, əsərin sonunda ağlamamaq mümkün deyil. Yəni bilmirəm, mən bu qədər ağlamışdım. Dick London, Martin Eden. Hadi əsər haqqında eşitmişəm, əsər haqqında bəzi videolar qarşıma çıxmışdı, ona görə aldım. Nədənsə üz qabığı falan mənə çox xoş aura bəxş etdi. Sonuncu kitabımız isə Pərinuş Səni Mənim Payım əsəridir. Heç oxumamışam, sadəcə az çox məlumatım var. Səhv etmirəmsə qadın azadlığından bəhs edən bir əsərdir. Belə.